Vaşinqton Universitetində azərbaycanlı və digər əcnəbi tələbələrin yaratdığı Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzi, Universitetin Beynəlxalq Münasibətlər şöbəsinin dəstəyi ilə Xəzər dənizi enerjisinin geosiyasəti, perspektivlər və maneələr mövzusunda tədbir keçirtdi. Tədbirin aparıcı natiqi Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı və George Washington Universitetinin professoru Edward Choi idi. Xəzər dənizinin enerji təhlükəsizliyi, Azərbaycanın enerji baxımından inkişafı, ABŞ-ın Xəzər dənizi hövzəsi enerji siyasəti, Azərbaycanın enerji üzrə regionda və dünyadakı rolunun mühümlüyü iştirakçılar tərəfindən müzakirə edildi. Müzakirəçi Sovet İttifaqından sonra Azərbaycanın müstəqilliyi və bununla bərabər əldə etdiyi siyasi və iqtisadi nailiyyətlərdən və bu nailiyyətlərin əldə edilməsində Xəzər enerjisindən gələn gəlirin mühümlüyündən danışdı. O qeyd etdi ki, 90-cı illərdən bəri ölkə və xarici investorlar qarşılıqlı olaraq uzun müddətli iqtisadi yatırım müqavilələrindən faydalanmaqdadır. Azərbaycan dövləti xarici investorların ehtiyaclarına cavab verdiyi təqdirdə ölkə iqtisadi sahədə irəliləyişlər əldə edəcək. ABŞ-ın Xəzər dənizi hövzəsi enerji siyasəti birmənalı başa düşülməməlidir. Cənab Choi qeyd etdi ki, ABŞ qaz və kömür ehtiyatlarına malikdir və bu sahədə heç kəsdən asılılığı yoxdur. Yanacaq məsələsinə gəldikdə, yanacağın hansı qərb və ya şərqdən ABŞ-a gəlməsi mühüm deyil. Hər iki halda ABŞ yanacaq axınından faydalanır. Lakin ABŞ-ın Azərbaycanda investor maraqları var. Təbii ki, Azərbaycanda yatırım qoyan ABŞ şirkətləri yanacağın Amerika, Azərbaycandan gəlməsində maraqlıdırlar. ABŞ da eyni zamanda xaricdə olan şirkətlərini dəstəkləməlidir. Azərbaycanın enerji sahəsində regionda və dünyadakı roluna gəldikdə, cənab Choi bildirdi ki, Azərbaycanın keçmiş Sovet məkanında oynadığı mühüm rol yenidən canlana bilər. Azərbaycanın qaz ehtiyatı tükəndikdən sonra ölkə gələcəkdə enerji ixracı üzrə regional tranzit rolunda da çıxış edə bilər. Bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin həlli və regionda sabitliyin yaranması təkcə qonşu ölkələrin deyil, eyni zamanda Azərbaycanın maraqlarına xidmət edir. Dünya iqtisadiyyatına inteqrasiya etmək üçün isə Azərbaycan hökumətinin bank, ticarət, təhsil və digər sahələrə yatırımlar qoyması vacibdir. Tədbirin sonunda cənab Choi Amerikanın səsinə verdiyi şərhində enerjidən gələn gəlirin ölkədə demokratiyanın inkişafı naminə necə paylaşdırılması məsələsinə də toxundu. O bildirdi ki, neft və qaz gəlir gətirir və bu gəlirlər insanlar arasında bərabər paylanarsa, inkişaf məqsədləri üçün istifadə edilə bilər. Dünya ölkələri təcrübəsinə baxsaq, neft və qaz gücün bir neçə nəfərin əlində cəmlənməsinə imkan yaradır və bu da ölkədə demokratiyanı zəiflədir. Mən sonuncu dəfə Bakıda olanda gördüyüm təhsil, ictimai durum və ölkədəki infrastruktura sahəsində olan yatırımlar enerjidən gələn düzgün yatırımlardır. Azərbaycan Araşdırmaları üzrə Vaşinqton Mərkəzinin təsisçilərindən biri Əfqan Niftiyev isə tədbirin keçirilmə məqsədlərini belə izah edir. Bu həm mediaya, həm də ki, kənar şəxslərə bizim təşkilatın üzvü olmayan insanlara da açıq bir tədbir idi. Və mən çox şadam ki, bugün çox əhəmiyyətli olan bir mövzuda çox ətraflı bir müzakirə aparıldı. Və ümid edirəm ki, bu müzakirəyə gəlib iştirak edən insanlar buradan ayrılarkən Azərbaycanın bölgədə oynadığı rolla, həm də ki, bizim bölgənin həm Avropa enerji təhlükəsizliyi üçün, həm də ki, bütün dünyadakı enerji məsələləri ilə ilgili rolu haqqında çox yaxşı fikir əldə etmiş oldular. Əfqan Niftiyev bu növ tədbirlərin gələcəkdə tez-tez keçiriləcəyini bildirdi.